Oğulları salamlayırıq. Döyüşə atılıb igidər kimi, alıb parçalayıb asılan şir kimi, girib bir qoşunu bir nəfər kimi qıran oğulları salamlayırıq. Məhv edib yurdundan mənfur yağını, itirib gözünü, əl ayağını, vətən zirvəsinə al bayrağını vuran oğulları salamlayırıq. Vətən kimliyimdir, vətən mənliyim, vətən öz yurduma, öz hakimliyim. Bu vətən, bu torpaq mənimdir deyib, üstündə buqarla gəzən və sonunda elə torpağın bir parçası olan şəhidlərimizə Allah'tan rəhmət edirik. Və bu gözəl günümüzün daha bir xüsusiyyəti də ondan ibarətdir ki, bu gözəl günümüzün səbəbkarı olan Aydın bəy özü də elə vətən xidmətində, vətən keşiyində dayanan hərbçilərimizdən biridir. Aydının timsalında bütün vətən keşiyində dayanan oğulların hər birinə, duran oğulların hər birinə eşq olsun deyirik. Bu gözəl gününüz mübarək olsun deyirik. Buyur, bir gözəl musiqi nəğməsi.